Autizm xəstəlik deyil, bu spektr pozuntusudur. Əvvəllər bu diaqnoza hər 2500 uşaqdan birində rast gəlinirdisə, son zamanlar bu göstərici 36 olub. İlkin əlamətləri nitq ləngimələri, anormal sosial münasibət, ağrı və fiziki zədələrə reaksiyasızlıq kimi hallar sayılır. Erkən aşkarlandıqda və tez müdaxilə edildikdə daha effektiv nəticə görmək olur. Uşaqda autizm spektr pozuntusunu tez aşkarlamaqdan ötürü valideynin izləməsi önəmlidir. 1 yaşa qədər əgər uşaqlar südəmər dövründədirsə, o zaman valideyn mütləq izləməlidir ki, uşaq o dövründə ana ilə göz kontaktı qururmu, qığıldayırmı, oynayırmı? Əgər 1 yaşından sonra uşaqda adına reaksiya, izləmə, göz kontaktı yoxdursa, mütləq tez bir zamanda mütəxəssisə müraciət olmalıdır. Yəni, məsuliyyət valideynin üzərinə düşür. Lakin bəzi valideynlər nəsildə nitqin gec açılmasını səbəb göstərərək həkimə, logoped və ya psixoloqa müraciət etməyə tələsmir. Bu isə prosesi ləngidir. Fikirləşirlər ki, uşağın nənəsi babasıyla gec danışıb, yəqin ki, bu da elə olacaq, gec danışacaq və yaxud da ki, bir müddətdən sonra görürlər ki, danışmır, gedirlər, dərman müalicəsi yazdırırlar və bunun da heç bir effekti olmur. Müalicə prosesində həm dərman müalicəsi tətbiq olunmalıdır, həm psixoloq işlənməlidir, həm sensomotor mütəxəssislər işlənməlidir, həm də pedaqoqlar işlənməlidir. 3 əsas kompleks iş aparılmalıdır. İlkin mərhələdə uşaq intensiv şəkildə müalicə edilir. Ümumi inkişaf yaşı fizioloji yaşı ilə bərabərləşdikdən sonra isə müalicəyə 3 aydan bir, daha sonra 6 aydan bir, sonda isə ildə bir dəfə cəlb olunur. Ayda Əliyeva, Emin Tağıyev, Çinarə Vaqif, Telesəhər.